Bismillah, elhamdülillah, və salatu və selamu alə mən la nəbiyyə bə'də. Qardaşlarım, dünya sürətlə dəyişir. İnsan isə nə axtardığını tapa bilmir. Həqiqətən biz bugün nəzər salsaq, görərik ki, dünya çox sürətlə dəyişir. Texnologiya inkişaf etdikcə imkanlar artır, amma bununla yanaşı olaraq insanın daxili rahatlığı da azalır. Bir çox şeylər artsa da, insan yenə də keçmişdəki sadə həyatın və insanlığın həsrətini çəkir. O dövrlərin geri qayıtmasını arzulayır. Çünki insanın daxilindəki boşluq getdikcə daha çox hiss olunur. Yəni, imkanlar artdıqca, texnologiya inkişaf etdikcə sakitlik azalır. İmkanlar çoxaldıqca narahatlıq dərinləşir. Haqsızlıqlar, mənəvi çöküş, əxlaqi çöküş, mənəvi yorğunluq və s. ilaxır. Bunların hamısı insanı hər tərəfdən sıxır. Yaxşı sual yaranır, qardaşlar. Axı niyə? Çünki insan çox vaxt öz istəklərini ölçü götürür. Yəni, nəfsini özünə yol xəritəsi təyin edir. Halbuki nəfs heç vaxt doymur. Çünki istəklər sərhəd tanımır. İnsanın nəfsi istəkləri sərhəd tanımır. Yəni, insanlıq bugün müxtəlif düşüncələrdə, müxtəlif ideologiyalarda, maddi rifahda qurtuluş axtarır. Ancaq unutmayaq ki, qaranlıq qaranlıqla işıqlanmaz. İşıq yalnız öz mənbəyinə bağlananda işıq olar. Yəni, ilahi iradədən uzaqlaşmış azadlıq, hürriyyət insanı xilas etmir. Sadəcə onu istiqamətsiz buraxır. Həqiqi nicat isə insanın özünü yaradanın iradəsinə təslim etməsi ilə başlayır. Çünki nizam ondandır, tərazlıq ondandır, qurtuluş da ondandır. İbn-i Qayyim rahiməhullah deyir ki, Əşən nəsu həyətəhum alə muradihim fəhələku və vallahi ləv əşuhə alə muradilləhi ləfələhu və nəcəv. Deyir ki, insanlar həyatlarını öz istəklərinə görə yaşadılar və həlak oldular. Allaha and olsun ki, əgər onlar həyatlarını Allahın istəyi üzərinə yaşasaydılar, mütləq nicat tapar və qurtulardılar. Yəni, insan çox vaxt xoşbəxtliyi uzaqlarda axtarır. Halbuki, ən böyük boşluq onun daxilindədir. Yəni, odur ki, o boşluğu nə dünya, nə maddi imkanlar doldura bilir. Onu yalnız doğru istiqamət, düzgün məqsəd və Allahla olan mənəvi bağ doldura bilər. Bu qədər, qardaşlar. Ən doğrusunu uca Allah bilir. Allah subhanət hala bizləri eşidib, faydalanan qullarından eləsin.